Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala nebiyyina Muhammedin və ala alihi və ashabihi ecma'in. Amma ba'd. Deməli, Rafizi bu Qasım Səfərov yeni bir videolar hazırlayıb və öz fikrində elə düşünür ki, təzədən nəsə cavab verib ya tutarlı bir şey gətirib. Halbuki oradan buradan götürüb şablon şeyləri, yəni heç nə eləməyib. Hazır belə deyək ki, videolardan deyək ki, Zülfüqar adlı biri var. O nə deyibsə, eyni şeyi oradan götürüb gətirib Albani məsələsini də gətirib ona cavab verəcəm. Eyni videoda, bax, heç nə eləməyib. Oradan götürüb danışıb ki, özü nəsə araşdırıb ortaya bir şey qoyub. Problem yoxdur. Elə yəni zaten biz onlardan xəbərimiz var, onlara o məsələlərə cavablar da verilib. Yəni sadəcə biraz geniş araşdır da. Bir şey gətirəndə elə bilmək ki, yəni bir dənə budur da. Kimsə hazırlayıb bir şey, sən o hazırlayan bir şeyi götürdün, öz adından gətirdin, onu qoydun ortaya ki, sən nəsə axtarış elədin, tapdın. Mən də indi onu sübut edəcəm, sən hardan nəyə götürmüsən. Sadəcə sənin problemin bilirsən nədir? Sən gətirirsən, müəyyən o hazır olan o materialları götürürsən və onu öz adından belə təqdim edirsən, güya nəsə hazırladın. Sadəcə əlavə özündən nələrsə qatırsan, ora bəzəmək istəyirsən də. Bundan da özünə problem yaradırsan. Hər dəfə ağzından elə bir şey çıxartırsan ki, onu yəni belə də zibilinə keçirsən. Və misallar gətirsən, gülünc misallar, özünü biabır eləyirsən. Keçən səfər uşaq misalı, konfet misalı, prezident misalı, yəni gülünc belə misallar. Bu şeylərdə biraz ehtiyatlı ol ki, yəni ağzından belə şeylər çıxmasın da, biabırçılıqdır. Yəni özünü biabır eləyirsən, sənə görə deyirəm. Yəni o gətirdiyin indi ki, bax güya nəsə hazırlamısan da burada video. Bunların bu şübhələri və bu gətirdiyin bu şübhələr var ha. Bunların cavablarını biz çoxdan bilirik. Və bu şübhələri biz çoxdan bilirik və mən bilirəm hardan götürmüsən sən. Bunların hamısından xəbərimiz var və ona görə də sənə indi onu başa salacağam. Və ilk öncə demək istəyirəm ki, Ramazana bir neçə gün qalıb və Ramazana qədər müəyyən nə çatdırsam sənə o cavabları verəcəm, vaxt eləyib və Ramazanda dayandıracağam. Ramazanda sən nə yazırsan yaz, problem yoxdur. Nə orada özündə danışırsan danış, problem yoxdur. Ramazandan sonra mən onlara cavab verəcəm. Yəni sonra deməli bu getdi, qaçdı, cavab vermədi, belə şeylər olmasın. Çünki sən də zaten elə mənim bir orada videoma bir ay sonra cavab verdin. Yəni bir aya yaxın bir müddətdən sonra sən ona cavab verdin və mən ona sənə etiraz bildirmədim və düşünürəm ki, sən də buna etiraz bildirmərsən və orada burada artıq əksiz danışmırsan ki, bu qaçdı, neynədi. İlk öncə gəl deyək, danışaq bu səs məsələsindən ki, səsimi tam qoymursan, neynəmirsən, bu axırıncı variantları yığışdır. Səsimi qoymuşam və cavab da vermişəm və yenə də cavab verəcəm inşallah və eyni şeyi, yəni sən məndə irad tutursan ha o şeyi. Zaten sən də eləmsən. Nə qədər məqamlar var ki, sən orada mənim səslərimi qoymamısan. Və bunu dinləyən, hər iki tərəfi tam şəkildə dinləyən görər. Və mən sənin kimi eləmirəm, 14 dənə məsələ ki, ona cavab verməyib, səsimi qoymayıb, bir şey eləmirəm. Zaten dinləyən geçsin baxsın, o mənim tam səsimə də qulaq assın və sənin cavabına da qulaq assın ki, görsün ki, hansı yerlərini sən orada mənim səsimi qoymamısan. Yəni özündə olan bir şeyə görə başqasında irad bildirmə yəni. Sən mənim görə səsimi tam qoyursan, tam qoymursan axı. Nəysə. Və yenə deyirəm, dinləmək istəyən tam şəkildə Qasımın da səhifəsinə baxa bilər, baxsın tam videoya və mənim də tam videoma baxsın, ondan sonra nəticə çıxarsın. Sahabələrdən ki, Allah razıdır. Hansı sahabələr ki, Quran-ı Kərimin ayələrini gətirdik, bir dənə o barədə danışmadı. İman və salih əməl. İman gətirib salih əməl sahabələrinə Allah behiştə qərar verib. Allah onlardan razıdır. Və salam. Bu kim olur olsun? Sahabi təbəqəsi olsun, yəni peyğəmbərin zamanında yaşayanlar olsun, ondan sonra ya bizim zamanımızda heç bir fərqi yoxdur. Allahın bir dənə qaydası var. Heç kimdən də qohumluğu yoxdur. Kim iman gətirib salih əməl sahibidirsə Allaha itaat edib. Və salam, bu insanın yeri behiştdir. Və biz qeyd etdik ki, bu məsələdə kimsə sonradan yolunu assa, salih əməldən çıxsa, pis insan olsa və yaxud imandan çıxsa ki, bunlar zaten imandan çıxan sahabə hesab eləmirlər, özlərinə sahabə ədaləti, sahabə tərif uydururlar ki, savab da verə bilmədi, rüsvay oldu. Kim salih əməli kənara qoysa, Allah itaati kənara qoymuş olur və bu adam artıq behiştdən məhrumdur. Allahın ayələri bu cürdür. Deməli, eyni şeyləri təkrarlayırsan, mən də məcburam eyni şeyləri deyim. İman, salih əməl, əlbəttə ki, bu şərtdir və mən keçən videolarımda heç o səsimi də qoymamışam. Mən demişəm ki, bəli, iman, salih əməl, razıyam. İman və salih əməl. Bu mütləqdir, olmalıdır və iman üzərində ölən, salih əməl üzərində öləndə yeri cənnətdə idi. Və bununla yanaşı, bu iman, salih əməl məsələsi ilə yanaşı da Allah Teala bir ümumi ayətlərdə
Kim iman gətirərsə, salih əməl işlər görərsə, onlara cənnət vardır. Ümumi ayətlərdir. Bir də o ayətlər vardır ki, keçən videolarımda onları qeyd etdim. Daha təkrar olmasın deyənə bir daha o ayətləri gətirmirəm. Konkret olaraq Allah Taala muhacir, ənsar, onları zikr eləyir ki, bax muhacirlər neçə nəfərdir, nə qədərdirlər? O muhacirləri Allah Taala xüsusi olaraq qeyd eləyir. O ümum salih əməl görənlərin içindən xüsusi olaraq mühacirləri qeyd eləyir, ənsarları qeyd eləyir və onlara məğfirət vəd eləyir, onlara cənnət vəd eləyir. Yəni ki, bu mühacirlər, ənsarlara Allah Taala'nın vədi vardır, cənnət vədi vardır və Allah Taala bilirdi ki, elə bunlar iman üzərində vəfat eləyəcəklər, salih əməl üzərində vəfat eləyəcəklər. Və ümumən deyirsən, bütün insanlara aiddir. Bəli, bütün insanlar kim salih əməl üzərindədirsə və o əməl üzərində öləcəksə, o cənnəti. Yaxşı bir sual verim. Adam ola bilər ki, mömindir, müsəlmandır, amma onunla yanaşı günahları var, nəfsinə zülm eləyib və ya pis əməllərə qurşanıb. Sən nə deyirsən, bu əbədi cəhənnəmli idi, bu cənnətə getməyəcək. Biz deyirik ki, ümumən səhabələr məsum deyirlər, xətaları olub. Və kimin də xətaları olub, günahları olubsa, o günahına görə cavab verəcək. Allah istəsə rəhm eləyəcək, bağışlayacaq, istəsə əzab verəcək. O Allahın işidir. Ola bilər tövbə eləsin, eləyib ölümündən qabaq və ya salih əməllərinə görə Allah Taala müəyyən onun xətalarını keçsin. Bu Allahın işidir. Ona qalsa bax, Fatir surəsində Allah Taala buyurur ki, sonra kitabı bəndələrimizdən seçdiklərimizə miras etdik. Yəni Muhammed sallallahu əleyhi və səlləm ümmətinə. Onlardan kimisi özünə zülm edər. Bax, kimisi özünə zülm edər. Yəni pis əməllər eləyər. Yəni özünə zülm edən. Kimisi mu'tədil olar. Yəni belə deyək, orta yol tutan. Kimisi də Allahın izni ilə öndə gedər. Yaxşı işlərdə ötüb keçər yəni. Və fikir ver, 3 qisim insan, nəfsinə zülm eləyən var. Yəni günahlar içində olan və ya orta yol tutan və həmçinin də öndə gedən. Növbəti ayədə Allah Taala nə deyir? 33-cü ayədə onlar ədin cənnətlərinə daxil olacaqlar. Və oradakı nemətləri Allah Taala zikr edir. Orada altın bilərziklər və incilərlə bəzənəcəklər, libasları da ipəkdən olacaqdır. Allah Taala son uçda hətta o nəfsinə zülm eləyən var ha. Ona belə cənnət vəd edir. İndi birbaşa mı cənnətə gedəcək? Cəhənnəmə girib o müəyyən o günahlarına görə əzab çəkib mi gedəcək? Bu artıq Allahın işidir. Problem nədir? Sən götürdün o sahabələr var ha, hamısını. Onları cəhənnəmli elədin, əbədi. Kafir elədin, qoydun. Yəni öz fikrincə, öz aləmində. Və müəyyən o 7 nəfər, 8 nəfər istisna eləyib hamısını kafir elədin. Siz ona mənə cavab verməmsən. İndiyənə kimi cavab gözləyirəm səndən. Gətir də o rivayət deyirsən, mən bilirəm onun hansı rivayətdir, nədir, cavab verəcəm. Gətir onu, mən də sənə onun cavabını verim də. Elxanın məsələsini gətirdim sizin elm əhliniz. Elxan gətirir oradakı 7-8 nəfərdən başqa hamısı mürtəd oldu, dindən çıxdı. Sən də belə, sən deyirsən ki, yox, elə deyil. İndi hansınız düz deyirsiniz. Bir də ona da aydınlıq gətirərsən. Keçdim mən Muaviyə üzərində quracam öz bəhsimi deyib, qaçdım Muaviyə tərəfə. Və getdin Siffin məsələsinə, Muaviyə məsələsinə, nə isə. Və sənə görə bunlar hamısı kafir oldu, mürtəd oldu, dindən çıxdılar. Halbuki Əli radiyallahu anhu onların heç birini təkfir etməyib, kafir görməyib. Əksinə deyib, bizim qardaşlarımızdır, sadəcə bizə qarşı həddi aşıblar. Bu da sizin kitablarda mövcuddur və bir neçəsini burada zikr eləyəcəm. Baxın, Biharul Anvarda gələn bir rivayət 32-ci cild 224-cü səhifədə məclisinin Biharul Anvarında burada bir rivayət gətirir. An Cəfər, an Əbihi, an Əliyə radiyallahu anh, yəni Həzrət Əlidən radiyallahu anh gələn rivayətdə deyir ki, belə deyərdi ki, İnnə ləm nuqatilhum alət təkfir ləhum. Biz onları təkfir eləyib vuruşmamışıq. Yəni kafir olduqlarına görə vuruşmamışıq deyir. Və ya bizi təkfir etdiklərinə görə vuruşmamışıq. Mən həmən haqq üzərində olduğumu yəni sayıram və onlar da özlərini haqq üzərində gördüklərini sayırlar, elə hesab edirlər. Və həmçinin növbəti rivayətdə burada deyir ki, İnna Aliyyən ləm yəkun
yansib ahadan min ahli harbihi ilə şirk. Yəni Əli radiyallahu anh heç birini vuruşduğu heç bir kəsi şirkə yəni nisbət etməyib, yəni müşrik saymayıb və la ilə nifaq və yaxud münafiqliyə, nifaqa nisbət etməyib və deyərdi ki, deyir, hum ixvanna bəğav aleynə, onlar bizim qardaşlarımızdır, sadəcə bizə qarşı həddi aşıblar, yəni buğatdılar. Bu buğat bağilər yəni haqqında Quran-Kərim ayətlərində gətirdim ki, möminlərdən iki dəstə vuruşsa bir-biri ilə aralarını islah eləyin və sonra nə deyir? Biri digərinə qarşı həddi aşarsa, bəğa kəlməsi gəldi. Həmin bu bir kəlmədir. Ona qarşı vuruşun. Və sonuçta Allah Taala buyurur ki, möminlər qardaşdılar. Möminlərin qardaşdılar, aralarını islah eləyin. Nəhcül Bələğada da gəlir ki, burada qeyd eləmişəm, Seyyid Şərif Rıdvanın birinci cild, hələ bir cilddir, 735-ci səhifə. Burada bir rivayət gətirir. Deyir ki, وَكَانَ بَدُوا أَمْرِنَا إِنَّا الْتَقَيْنَا وَالْقَوْمُ مِنْ أَهْلِ الشَّامِ وَالظَّاهِرْ أَنَّ رَبُّنَا وَاحِدٌ. Baxın, Əli radiyallahu anh sözünü gətirir. Deyir ki, zahir olan odur ki, Rəbbimiz birdir. Və nəbiyyuna vahid, Peyğəmbərimiz birdir. Dəvətimiz İslama birdir. İllə məxtələfnə fihi min dəmi Üthman və nəhnu minhu bir. Biz yalnız Osmanın bu qanında, qısasında ixtilaf eləmişik və biz ondan bəriyik. Yəni o Osmanın qətlindən biz bəriyik, uzaq. Və həmçinin burada çoxdur bu rivayətlər sizin kitablarda və həmçinin bizim kitablarda da bu haqda var. Rical-ül Kəşşidə səhifə 284-də bir rivayət var. Deməli, Cəfər ibn Muhamməddən gəlir, deyir ki, deyir, o zaman ki, deyir, Əli radiyallahu anh, Əli ibn Əbi Talib deyir, Cəməl günü çoxlu o öldürülənləri gördü, çoxlu qan gördü və oğlu Həsənə dedi ki, ey oğlum, həlak oldum. O da ona dedi ki, ey atacan, mən deyir, sənə buraya çıxmaqdan çəkindirmədimmi səni? Onda da Əli nə deyir? Aleyhisselam deyir ki, ey oğlum, mən deyib bilmirdim ki, bu iş buraya qədər gəlib çıxacaq. Və sonra yenə Cəfər ibn Muhamməddən deyir ki, Əli radiyallahu anh deyir ki, o zaman ki, Siffeyndə deyir, döyüşdən sonra, yəni o qitəldən sonra ağladı deyir, onlar üçün ağladı və dedi ki, Allah bizi, onları cənnətdə cəm etsin. Və deyir, sonra yəni Əli radiyallahu anh peşman olur, deyir, ev mənə dar gəldi və bu cür. Və növbəti kitabda, deməli, Biharul Ənvarda gəlir 47-ci cildin 356-cı səhifəsində Tarixul İmam Cəfər Sadiq barəsində Cəfərdən gəlir, Cəfər ibn Muhammed ənəhu qal, dedi ki, deyilən, Ali ibn Əbi Talib aleyhissalam yevmül cəməl kəsrədə eyni rivayət gəlir ki, o zaman ki, çoxlu, Cəməl günü çoxlu qan gördü, oğlu Həsanla deyir ki, ya ibni hələktu, oğlu Həsənə deyir ki, həlak oldum və Həsən də ona deyir ki, ya bəti, əleysə qad nəheytuk an hədəl xuruc, yəni sənə buraya çıxmaqdan nəhi etmədimmi, çəkindirmədimmi və Əli dedi ki, deyir, ey oğlum, mən bilmirdim ki, belə olacaq, bu iş buraya qədər gəlib çıxacaq. Baxın, burada açıq-aşkar sizin kitablarda da, bizim kitablarda da olan rivayətlər onu göstərir ki, bunlar vuruşsalar da belə bir-birini kafir hesab etməyiblər. Müsəlman hesab ediblər. Hətta Əli radiyallahu anh gələn rivayətlər onu göstərir ki, peşman olub, yəni bu qədər qan töküldü və ümid eləyir ki, onlar da biz də cənnətdə olaraq deyir və heç birini təkfir etməyib. Sən özün də deyirsən ki, müsəlmanlar bir-biri ilə vuruşublar. Öz səsin var burada, axırıncı yazımda. Deyirsən ki, müsəlmanlar bir-birini qırıb. İşarə edir sahabə, sonradan o döyüşlər ki baş verdi. Çünki bu sahabə Peyğəmbər vəfat eləyib, Quran xətm olunandan sonra yaşayıb, o hərbələri görüb. Müsəlmanlar bir-birlərini qırıblar. Ən çox İmam Əli əleyhissalam dövründə Xavariz baş qaldırıb, Muaviyə Xavariz, Ayşə Təlhə, Zübeyir xaric olublar. Müsəlman deyirsən hər iki tərəfə də özün. Sən də başa düşmək olmur. Gəh burada belə deyirsən, gəh belə deyirsən, gəh mürtəd deyirsən, gəh müsəlman deyirsən. Gəh deyirsən ki, sən sübut elə ki, Muaviyə müsəlman olub, mömin olub, Muaviyə onun dəstəsi. Ayəti gətirdim, möminlərdən iki dəstə vuruşsalar.
Yəni barışdırın. Deyirsən ki, sübut elə ki mömindir. Sən əksini sübut elə ki kafirdir. Kafir olub, mürtəd olub. Əli radiyallahu anh onu təkfir etməyib. Həsən xilafəti verib ona. Belə çıxır kafirə verdi xilafəti. Müsəlmanların o boyda mühüm məsələsini buraxdı müsəlmanları bir münafiqə, kafirə ki, Allah rəhbərlik elə bunlara. Bu necə başa düşülür? Əgər bugün münafiq idisə, kafir idisə, niyə xilafəti verdi kafirə? Və ya mürtəd saydığın o səhabələr, Əbu Bakır, Ömər, Osman, onlar o boyda İslam fəthləri elədilər, o boyda İslamı yaydılar. İslam coğrafiyası genişləndi. Yəni Allahın düşmənlərinin elədiyi əməllərə bax sən. Qur'anı bizə bugün rivayət edib çatdıranlar, səhabələr mürtəd oldu, kafir oldu. Biz həmin Qur'anı oxuyuruq. Düzdür, siz bu məsələdə onsuz da deyirsiniz ki, Qur'an təhrif olunub, Qur'an deyil, səhabələr əl qatıblar. Bu bəlli məsələdir. Yəni amma yenə düz gəlmir məsələ ki, yəni bu boyda İslam'a xidmət eləyiblər bunlar. Mürtədlər, münafiqlər, kafirlər bu boyda İslam'a xidmət eləyiblər. Dəvət eləyiblər. Qur'anı dünyanın dörd bir tərəfinə yayıblar, İslamı yayıblar. Yəni fitnə olub, fitnə baş verib və Allahdan bizə düşən nədir? Onlar üçün bağışlanma diləməkdir. Və bunu bizə Allah Subhanahu va Taala Qur'an-ı Kərimdə tövsiyə edir ki, yəni onlardan sonra gələnlər deyərlər ki, Rəbbimiz bizi və bizdən öncə iman gətirmiş qardaşlarımızı bağışla və qəlblərimizdə onlara qarşı kin küdürtə yer saxlama. Bu Allahın bizə bir tövsiyəsidir. Amma durub hansısa səhabənin xətasını axtarmaq, filan sahabəyə nəsə dedi, bilmirdi ki, bu cənnət əhlidir. Nə bilim, filan sahabə filan vaxtı filan əməl elədi. Ona qalsa Qur'an-ı Kərimdə də var. Səhabələrin xətalarını Allah Taala bizə bildirir və onları hətta o xətalarından sonra deyir, əff elədim, bağışladım. Misal olaraq Əl-İmran surəsi 152-ci ayədə Allah Subhanahu va Taala buyurur: siz onları Allahın izni ilə əzib qırdığınız zaman, yəni Uhud döyüşündə Allah sizə verdiyi vədinə sadiq çıxdı, lakin o sevdiyiniz şeyi, zəfəri yəni və qəniməti sizə göstərdikdən sonra zəiflik göstərdiniz və sizə verilmiş əmr barəsində bir-birinizlə mübahisə edərək qarşı çıxdınız. Yəni Peyğəmbərə qarşı çıxdınız. İçərinizdən bəziləri dünyanı, bəziləri isə axirəti istəyirdi. Əlbəttə, o sizi əff etdi, çünki Allah möminlərə qarşı mərhəmətlidir. Baxın, bu ayətdə də açıq-aşkar səhabələrin xətaları qeyd olunur burada və daha sonra Allah nə deyir? Əff elədim sizi deyir. Əhv etdi. Möminlərə qarşı mərhəmətlidir. Biz də demirik səhabələr məsumdular, səhvləri yoxdur. Var səhvləri. Var olub səhvləri, lakin bizə düşən nədir? Onlar üçün Allahdan əff, məğfirət diləməkdir. Nə demək istəyirəm? Allahın istəyi altındadır. Bir insan mömindirsə, müsəlmandırsa, bir müəyyən günahlara düçar olubsa, fitnələrə düçar olubsa və o halda ölübsə və ya tövbə eləyibsə, tövbə etməyibsə də o hal üzərində ölübsə, biz deyə bilmərik ki, bu artıq əbədiyyən cəhənnəmdədir və heç vaxt oradan çıxmayacaq. Cəhənnəmə düşən insan və ola bilər hədislərdə gəlib ki, filan əməli işləyən cəhənnəmdir, əzabı budur. Hə? Bu əməli işləyənin əzabı budursa, bir də var Allahın istəyi altındadır. Allah Taala istəsə əzab verməyə bilər. Birbaşa cənnətə daxil edə bilər. Bu Allahın istəyinə bağlı olan məsələdir. Dilədiyini əzab verər, dilədiyini bağışlayar, Quran ayələri var. Hətta cəhənnəmə düşsə belə, o demək deyil ki, əbədi orada qalacaq və heç vaxt orada çıxmayacaq. Səhv başa düşdükləri ayələrdən biri Fəth surəsi 18-ci ayədir. Allah Azza və Cəllə buyurur: "Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Laqad radiyallahu anil mu'minina iz yubayi'unaka tahta şəcərə." Allah sənə beyət etdikləri, ağac altında sənə beyət etdikləri zaman iz zərf bildirir, zaman. O zaman ki sənə ağac altında beyət etdilər, Allah o möminlərdən razı oldu. Onu götürürlər, əldə bayraq edirlər ki, vəssalam. Daha qiyamətə qədər bu nə eləsin? Həmin o insan bəs behiştədir. Tək bu ayət deyil axı. Bir bu ayət deyil. Neçə dənə ayətlər gətirmişəm. Onların heç birinə toxunmamısan. Mühacirlər haqqında, ənsarlar haqqında konkret olaraq Allah Taala ayətlərinin sonunda nə deyir? Onlara məğfirət vardır. Bol ruzi vardır. Allahın vədi var onlara, mühacirlərə, ənsarlara. Allah Taala bilirdi ki, onlar salih əməl. Allah Taala hər şeyi bilir.
gələcəkdə nə baş verəcək, necə olacaq, kim nətər olacaq. Allah Taala bunu bilir və xüsusi olaraq da o adamları zikr eləyərək mühacirləri, ənsarları onlara məğfirət və bol ruzi vəd eləyir. Və bu ayətdə də Allah Taala deyir, artıq onlardan razı qaldım. Laqad radiyallahu anil mu'minina iz yubayyi'unaka tahta ash-shajara. Bu Fəth surəsi 18-ci ayədir. Ondan qabaq 17-ci ayəyə baxanda Allah Azza və Cəllə buyurur ki: "Və men yuti'illaha və rasulahu yudkhilhu cennetin tecri min tahtiha al-anharu." Deyir, hər kəs Allaha və Rəsula itaat eləsə, Allah onu altlarından çaylar axan cənnətlərə daxil edər. "Və men yetevalla yu'azzibhu azaban alima." "Və men yetevalla yu'azzibhu azaban alima." Dərsə, yəni itaatdən çıxsa, çünki müqabilə qərinəsi var da, yuti'illah Allaha itaat etsə, müqabilində nə deyir? İtaatdən çıxsa, nə edəcək? Cənnətə daxil etməyin müqabilində təzib. Onları əlim bir əzabla, yəni ağrı, acılı bir əzabla onları əzab edəcək. Və sonra isə xüsusi olaraq ağac altında beyət eləyənlərə onlardan razı qaldım. Və onlar nəyə beyət eləmişdilər? Bu da bəllidir. Peyğəmbərin yanında olmaqlarına, ölümə də belə getməklərinə ki, yəni artıq insan ölümə gedir, canını fəda verər. Allahın yolunda, Peyğəmbərin yolunda. Və bunlar da axıra kimi də o vədə, o beyyətə sadiq oldular. Və bu haqda həmçinin hədis var ki, Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, "La yedxulun nar ahadun mimmen bay'a tahta ash-shajara." Və hədis də səhihdir. Cabir ibn Abdullahdan gəlir Əbu Davudda. Və əgər bizim kitablardan gətirirsənsə də bunu da gətir də. Bunu niyə gətirmirsən ki? Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, o da daxil etməz oradan heç kəsi. İndi Ammarın qatilini gətirəcəksən, onda cavabı alacaqsan. Bu cahil və inatçılar deyir ki, sənin sözündən belə çıxır ki, Allah bilmirdi ki, bəs bunlar belə bir iş görəcəklər. Allah bilirdi və şərt qoyub. "Və men yuti'illah", hər kəs əgər şərt cümləsidir, hər kəs itaat eləsə yeri cənnətdədir. Və həmçinin də qeyd etmişik ki, bu Allahın vədinə xilaf çıxması mənasında deyil. Allah şərt qoyub, şərt aradan keçsə itaat, iman və salih əməl, məşrut rızayət cənnət aradan gedir. Yəni Allah Taala şərt qoyub, ümumi şərt. İman, salih əməl. Bu bəllidir. Və sonra isə Allah Subhanahu və Taala mühacirlər və ənsarları zikr eləyərək onlara cənnət vəd eləyib. Allah Taala bilirdi ki, onlar o şərtə riayət eləyəcəklər, o şərt üzərində dünyadan gedəcəklər və ona görə də elə o ayətlərdə onları cənnətlə müjdələdi. Məğfirət, cənnət, keçən yəni videolarımda bu ayətləri gətirmişəm hamısını. Burada başa düşülməyən nə var ki? Sənin ki gətirməyin ki, ata uşağa konfet gətirdi, biri verdi, nə bilim Allah razı olsun dedi uşağın atası. Sonra gəldi şapalaq vurdu. O da dedi ki, bəs yəni bu bundan təzədən razı olmalıdır. Yəni buna misal gətirdin. Allaha gətirib çəkdiyin bu misal. Və ya prezident misal gətirdin ki, orden verir birinə, sonra o vətən xaini olur, orden əlindən alınır. Yəni bu misalları gətirməklə sən Allaha cahillik vəsf etdin və həmçinin Allaha sən vədinə xilaf çıxmağını bu misallarla bildirdin. Hara fıradasan fırad, yeri yoxdur. Yəni başqa yerə fırada bilməyəcəksən, alınmayacaq. Bu şeyləri gətirib özün söhbətdən çıxmaq istəyirsən, alınmayacaq. Daha ki söz ağızdan çıxdı, vəssalam. Onu da fırlatsın da xeyri yoxdur, yəni bu alınmayacaq. Nə qədər ləzəmək istəyirsən, yox, burada salih əməl, ümumi salih əməl üzərində. Bu misalların yersiz idi, gülünc idi. Çıxdığına ki, səhv eləmişəm, yəni çoxdur da ağzımdan nəsə. Və bir neçə məsələ qaldı. O da İbn Həcərin şərhində olan o hədislə bağlı ki, sahabə deyir, sən bilmirsən biz nələr etdik sonradan və həmçinin Albaninin məsələsi, Albaninin sözünü gətirsən ki, sələfə qayıt və Albaninin hədislə bağlı hökmünü, şərhini, izahını və o hədisi gətirsən Ammarın qatili barəsində, halbuki özündən bir şey demirsən, o da götürmüsən, mən biləm hardan götürmüsən, eyni ilə necə o Zülfüqar adlı ərəb nətər danışıbsa, intonasiyasına kimi sözbəsöz götürmüsən ondan, Azərbaycan dilinə çevirib gətirmirsən. Halbuki ondan da xəbərim var, onun cavabı da var. Sadəcə istədim hamısını bir videoya sığışdırım, görürəm, yox, biraz uzun alınır. Ya artıq 20 dəqiqəni keçir. Onlardan artıq müstəqil bir video hazırlayacağım inşallah. Elə bugünə sabaha da o paylaşılacaq inşallah. Və subhanakallahumma bihamdik, əşhədu en la ilahe illə ente, estağfiruke və etûbü ileyk.